Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara baxaq, sonra ətraflı davam edərik. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? Ötən həftə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Amerika Birləşmiş Ştatlarına səfər etdi, mühüm görüşlər keçirildi. Yaşad Fondu dəstək tədbirlərini davam etdirir. Bu dəfə hansı dəstək tədbirləri həyata keçirildi? Yola saldığımız həftə ərzində Asan Xidmət Mərkəzlərinə 239.953 müraciət qeydə alındı. Asan Kommunal Mərkəzlərinə edilən müraciət sayı 11.916 oldu. Ötən həftə səyyar Asan Xidmət vasitəsilə 4.609 müraciət cavablandırıldı. 108 Çağrı Mərkəzinə edilən müraciət sayı isə 20.417 oldu. Yola saldığımız həftə ərzində vətəndaşlara 14.388 viza verildi. Asan ödəniş vasitəsilə 48.000-ə yaxın ödəniş həyata keçirildi. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfər etdi. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən mənzil qərargahında təşkilatın iqtisadi və sosial məsələlər üzrə departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli plenar sessiyada iştirak elədi. Müvafiq sessiya dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar mövzusuna nəzər olundu. Məqsəd 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan hökuməti və BMT arasında imzalanmış töhfə sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması oldu. Həmçinin Asan xidmət modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər oldu. Ötən il BMT ilə Azərbaycan hökuməti arasında töhfə sazişi imzalanıb və sazişin əsas məqsədi Azərbaycanın Asan xidmət modelini dünyanın 4 qitəsində BMT xətti ilə təbliğ və təşviq etməkdir və dövlət xidmətləri sahəsində islahat aparmaq istəyən ölkələrə Azərbaycanın Asan xidmət modelini tövsiyə etməkdir. BMT-nin iqamətgahında töhfə sazişinin icrası ilə bağlı açılış mərasimi oldu və tədbir keçirildi və 50-dən çox ölkənin, 100-dən çox nümayəndənin iştirakı ilə artıq töhfə sazişinin icrasına başlanıldı. Sazişin əsas əhəmiyyəti ondan ibarətdir ki, BMT Azərbaycanın intellektual brendi olan Asan xidmət modelini qəbul edir, onu və dünyanın bütün digər ölkələr üçün tövsiyə edir. Və biz gələcək 2 il ərzində, 25-26-cı illər ərzində BMT xətti ilə Asan xidmət modelini dünya ölkələrinə ixrac edəcək. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin, İnnovasiyalar Mərkəzinin, Bilişim Vadisinin və Saha Robotics şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən Robokod robotik kodlama düşərgəsi ötən həftə yekunlaşdı. Komandaların hazırladığı robot prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qalib komandalara mükafatlar təqdim olundu, həmçinin onlar Bilişim Vadisi kampusunda və Saha Robotics şirkətində təcrübə keçmə hüququ qazandılar. Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib və kriteriyalara əsasən seçilmiş 70 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Yaşad Fondu tərəfindən dəstək tədbirləri davam edir. Fond Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı oktyabrın 12-sində şəhid olan Vüsal Məmmədovun valideynlərinə müalicə xərclərinin qarşılanması və tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərib. Yaşad Fondu qəhrəman şəhidimizin valideynlərinə müalicə xərclərinin qarşılanması və tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı dəstək göstərir. Mənim oğlum həm də idmanla çox məşğul idi. Kickboksla məşğul olurdu. Dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdı. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.